5 fevral 2026-cı il tarixində qəhrəman Rahib Məmmədovun 39-cu il dönümü münasibəti ilə Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyi və qəhrəmanın adını daşıyan Mahrazlı kənd tam orta məktəbində Qəhrəmanlar Unudulmaz adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, veteran döyüşçülər, Ağdam Hərbi Komissarlığının nümayəndəsi, Ağdam rayon icra hakimiyyəti yanında şəhid ailələri, qazilərlə işbirliyinin sədri Samir müəllim də iştirak etmişdir. Salam əziz qonaqlar, əziz müəllimlər və şagirdlər. İndi isə Qəhrəmanlar Unudulmur adlı tədbirimizi açıq elan edirik. İndi isə 30 illik vətən həsrətinə son qoyar və bizə zəfəri, qələbəni yaşadan igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutuna yad edək.
İndi isə Rahim Məmmədoğlu anım gününə həsr olunmuş Qəhrəmanlar Unudulmur adlı tədbirimizə başlayırıq. Və başlamamışdan öncə mən istərdim səhnəyə aparıcımız məktəbin 10-cu sinif şagirdi Elnaz qızımızı dəvət edir. Buyurun. Deyirlər həyatda, qəhrəmanlar üçün həmişə yer var. Bu yerin sahibi olmaq isə ancaq ölümün gözünə dik baxmaq bacaranlar nəsib olur. Qəhrəmanlıq zirvəsini ucalmaq, el olunmuş sıravi əskər Rahim Gülmaloğlu Məmmədoğlu da taleyini əldə etdi. O Gürcistan Respublikası, Obi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı ölüm qoxuyan Riyodi çayının sularına meydan oxuyaraq ölümünü 28 nəfərin önünə canladı. Həyatı tərbiyəcə sınandan anlayıcı üzü ağ çıxaraq əbədi yaşama haqqı qazandı. 20 yaşlı qəhrəmana döndü. Vətən borcu, dilim dilim, şöyle şöyle, kükrəyən səs, coşan səs, vətən borcu, əmr his, müqəddəs, vətən borcu, ölümsüzlük, əbədiyyət həyatdır, vətən borcu, məstəkandır, ana haqqı həyatda, bu haqq üçün, bu and üçün, alovlara atıldın sən rahibim, əbədiyyət ışığına göz yumsan da, könüllərdə heykəlləşib, sən ucaldın rahibim. Çıxış üçün söz verildi məktəbin direktoru Cəmil İbrahimovi. Hörmətli tədbir iştirakçıları, əziz qonaqlar, fəxr və qürur mənbəyimiz olan şəhidlərimizin dəyərli valideynləri və hörmətli qazilərimiz, Sahib müəllim və rayon ictimaiyyətinin nümayəndələri, hər birinizi məktəb kollektivi adına salamlayır, məktəbimizə xoş gəlmişsiniz deyir. Bugün, yəni 5 fevral 2026-cı il tarixdə toplaşmamızın məqsədi, məramı hər birinizə bəllidir. Bugün Mahnızlı kəndinin qəhrəmanoğlu Rahim Gülmaloğlu Məmmədoğlu vətən torpağına əmanət edildiyi gündür. Bu səbəbdən Sahib müəllimə və onun ailə üzvlərinə dərin üzrlə başsağlığı verirəm, qəhrəmanımızın ruhuna ehtiramımızı bildirirəm. Bildiyiniz kimi, Rahim Məmmədov 1987-ci ildə Gürcistanda hərbi xidmətdə olarkən öz həyatını heçə sayaraq təbii fəlakətdən 28 nəfərin həyatını xilas etmiş, tarixdə misli görülməyən, analogu olmayan insanpərvərlik və humanizm nümunəsi göstərmişdir. Və iki xalqın, Gürcü və Azərbaycan xalqının dostluq simvoluna çevrilmişdir. Üzərindən 39 il keçməsinə baxmayaraq, hər iki xalq bugün də Rahim Məmmədovu böyük ehtiramla anır, xatirəsini əziz tuturlar. Məktəbin pedaqoji kollektivin fəaliyyətinin gənclərin milli vətənpərvərlik ruhunda böyüməsində, milli kimliyinin formalaşmasında, bir şəxsiyyət kimi formalaşmasında rolu tanınması, bunu həm bir insan kimi, həm bir pedaqog kimi öz təcrübəmdən bilirəm. Rahim Məmmədov həlak olanda biz Ağdam şəhər Altınömrəli məktəbi 3-cü sinif şagirdiydik və onda da hələ informasiyanın bu qədər geniş olmadığını, yalnız qəzetdən, televiziyadan və jurnallardan aldığımız bir dövrdə beləcə məktəb klubu adlanan zalımızda bir toplantı keçirildi və ilk məlumatı elə məktəbdən aldı. Sonra isə evlərdə o zaman çünki heyrət doğrucu bir hadisə idi, ancaq mövzu Rahim Məmmədovun qəhrəmanlığına gidir. Və 30 ildən sonra heç vaxt təxmin etməzdim, heç ağlıma belə gətirməzdim ki, mən onun doğduğu boya başa çatdığı kənddə və adını daşıdığı məktəbdə fəaliyyət göstərərəm. Bir məktəb kollektivi olaraq biz həmişə tədbirlərimizə həm Rahim Məmmədov, həm də onun kimi misli görünməyən iyiliklər göstərin qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş tədbirlərə xüsusi yer veririk və gənc nəslə vətənpərvərlik, milli ruh, Azərbaycançılıq izlərini aşılamağa çalışır. Allah həm Rahim Məmmədova, həm də bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin, qazilərimizə can sağlığı. Çox sağ olun. Şəhidlər ölməzlərdir, ölməzə ağlamazlar. Şəhidlər şərəf qeyrət, ucalıq zirvəsidir. Şəhidlər azadlığın
Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər unudulmaz, şəhidlər ölməzlər, şəhidlər ölməzlər, ölməzə ağlamazlar. Şəhidlər vətəndaşı, yurdumun vətəndaşıdır. Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlər unudulmur, ölmür, can da ağlamazlar. Şəhidlər ölməzlər, ölməzə ağlamazlar. Şəhidlər ana yurdu, tutdular candan baha. Şəhidlər yol açdı, qaranlıqdan sabaha. Şəhidlər ölməz ruhla, gedir üzə Allaha. Şəhidlər gedən yolu, tufanlar bağlamazlar. Şəhidlər ölməzlərdir, ölməzə ağlamazlar. Çıxış üçün söz verilir, şəhid atası, şəhid qardaşı, Qazi Görşov Mehmanı. Vaxtınız xeyir olsun. Mən də öz növbəmdə Məktəb kollektivi müəllimləri, tələbələri salamlayıram. Allah sizin zehninizi açıq etsin, sizə qüvvə versin. Hamınız oxuyun. Vətən üçün yararlı evlatlar olun. Ailəmiz üçün yararlı evlatlar olun. Allah atanızlarında can sağlığı versin. Müəllimlərimizə can sağlığı versin. Müəllimlər tələbələrin belə bir günü qarşılıq, qarşısında müəllimləri görürlər. Onlar da tələbələrin tərbiyəli olmasında, vətənpərvər olmasında çox böyük rol olurlar. Mən də müəllimlərə minnətdarlıq bildirirəm. Rahim qardaşımız Azərbaycan xalqının qəhrəmanı oldu. Bizim Birinci Qarabağ müharibəsi başlamadan öncə Azərbaycan xalqının necə bir qəhrəman, bir igid, bir insancıl olduğunu, insansevər olduğunu bütün keçmiş Sovet Respublikaları arasında təbliğ edib. O, öz tərəfindən keçərək Gürcüstanda 28 nəfər qadının, uşağı, qocanı ölümü canlarından almışdır. Rahim qardaşımı mən öz evladım kimi şəhid hesab edirəm. Çünki o, insanlıq uğrunda şəhid olur. Həyatını məhv edilmə, həyatı yaranır. Onun da atası, anası bizim kimi əziyyət çəkir, ölüm çəkir, dərs çəkir. Çünki Allah heç kimə zaman evlatlar göstərməsin. Dünyada mən ağırda tutmalar verdilir. Onun da valideynlər əziyyət çəkir, varisi qardaş əziyyət çəkir. O da bizim Azərbaycan xalqının necə bir ikiyid qorxmaz. Bir insancı, insansizlər millət olduğunu göstərir. Bəyan edir, bütün Gürcüstanlar, bütün keçmiş Sovet Respublikaları arasında bizim xalqımızı tanıdırlar. Ben onun qardaşına, atasına, onun ailəsinə ata səbəb edirəm. Mən çox sevinirəm ki, bizim də bir qəhrəman evladımız var. O da bizim evladımızdır. O da zaman yaşda həlak olur, 20 yaşında. Bizim də şəhid ailəsinə ailələr var ki, evlatlar var ki, onlar 20 yaşında şəhid olur, zaman şəhid olur. Mən də başda sahib qardaşım olmaqla öz iki günü sahib qardaşım və şəhid ailələrində səbir edilər. Allah sizin hamınıza səbir edilsin. Sizin evlatlarınız qeyrət, namus, vətən olur, şəhid olur. Başınızı üzərdir. 5 il yaşında 10 nəfərdə bilir, məsələn, 7-50 necə hörmət edirlər. Anəvət dəqiq məsələn, məmadəniz istəmir. Bizi sahibə, sağlıq verirlər, bizə nəyə otururlar. Bizim bağımızın onlar üçün əziyyətini başa düşürlər, çəkdiyi əziyyəti. Çünki bizim bu kökünü şəhidlərə bozulur, hamımız. Onların sağlığına azad bərabər yaşayırıq. Mən özüm də bu çətədə döyüşdə olmuşam, 7-8 il mən hərbi hissədə. Bu Qaradağlı kəndində, Mahlı kəndində. Burada da o vaxtı vəziyyət çox acınacaqlı idi. Erməni gəlib eləmişdi bu çəlik postuna, Qaradağlı, Köşətliyə. Şuralar çox iyi gündə bizim evlatlarımız, məhvur düşmanımızı köprüdə aparıb tövki keçdi, Laçında keçiddə olsun, gələcəkdə olmaz. Bunlar düşmanın sözlə yaşamasına məcbur etdi, etdi. 4 ildə erməni bizə aldığı ərazilər, torpaqları bunlar cəmisi 44 ildə azad elədi.
bir gündə antiterror əməliyyatında yedək qatarında olması. Allah Rahim qardaşımıza rəhmət eləsin, başda şəhərlərdə olmaqla. Hamıza səbir diləyərək, çox sağ olun. Rahibin adı Gürcü Azəri Dostluq Salnaməsinə qızıl xətlə yazıldı. Cəsurluq, ölməzlik simvoluna çevrildi. Azərbaycan doğma Qarabağımızı dünyaya tanıtmaq günləri ilə o torpağımız uğrunda şəhid olan oğullar sırasında durdu. Qarabağ Məhdid Dastanının yeni qəhrəmanlı adını qazandı. Çıxış üçün söz verilir şəhid ailələr və qazilərin işinin təşkili müdiri Samir müəllim. Salamlayıram hər kəsi. Sizlərlə bir arada olmaq həqiqətən çox xoşdur. Qapının ağzınızdan uşaqlar yer olmayacaq sizlərlə olmasın. Uşaqlar, keçin əyləşin. İçəridə keçin əyləşin. Bugün fürsət yaranmışkən bu tədbiri təşkilinə görə məktəblər müdürünə, Sahib müəllimə, öz dərin minnətdarlığımı bildirirəm. Burada əməyə keçən hər kəsə. Bugün burada olan məktəbləri görüb çıxışımı müəyyən bir mövzuda oxumaq istəyirəm. Çünki içəri şükürlər olsun ki, çox yaxşı istidir. Burada gələcəyimiz olan əksəriyyət məktəblilər deyə bir çox mövzulara toxunmaq istəyirəm. Qısaca olaraq Rahib Məmmədov 19 yaşında klassçı oldu. 19 yaşında 39 il, təxminən 40 ilə yaxın bundan öncə hansı ki, indiki kimi belə deyək, informasiyanın bölünməsi çox çətin olsa da, həmin dövrdə bilirsiniz, nə mobil şəbəkələr var idi, telefonlar o qədər inkişaf eləməmişdi. Amma onun o qəhrəmanlığı 1000 kilometrlərlə uzaqda olsa da belə, amma Ağdamın hansı ki, bir kəndi olan Mahmudlu kəndinə gəlib çatmışdır. Və 28 nəfərin həyatını xilas etdiyinə görə və hərbi xidmət borcunu yerinə edirən zaman qəhrəman başına şəhid oldu. Və şükürlər olsun ki, Qəzəgölən Türkistan xalqı da onun hansı ki, həmin kənddə onun adına küsə verilmişdir, üstü qoyulmuşdur. Bakı şəhəri Məkətlər rayonunda bizim qəhrəmanımızın adına demək olar ki, küçə var. Və bu hal-hazırda olduğumuz məqsəd də bizim qəhrəmanımızın adını daşıyır. Və mən Sahib müəllimə dərin minnətdarlığımı bildirirəm ki, o da bir qəhrəman qardaş kimi, özü də bir döyüşçü kimi həmişə bizim bu tədbirlərimizdə yaxından iştirak edir və vətənpərvərliyi təbliğ edir. Vətənpərvərliyi təbliğ eləməyin özü döyüşmək qədər də bir olar ki, çətindir. Buna görə mövzulara toxunmaq istəyirəm. Deməli, heç bir insan demək olar ki, vətənpərvər ola bilər o, həmin şəxs hər hansı bir yerdə işləsin, hər hansı bir pul qazansın, ancaq onun daxilində olan vətənpərvərlik, onun daxilində olan belə deyək, vətən sevgisi onun canından, damarından, canından gəlir. Yəni o bir, belə deyək, onun içində olması üçün hər hansı bir universiteti bitirməyə, hər hansı bir, belə deyək, haradasa onu əldə eləmək olunur. Düşünün, 40 il bundan öncə bu kənddə böyüyüb boya başa çatıb, hansı ki, bizlər kimi bir insan və buradan hərbi xidmətə yollanır və orada o sel daşqınları zamanı öz həyatını riskə ataraq, belə deyək, bu insanların həyatını xilas edir. Deməli, əziz insanlar, baxın, təxminən bir ay bundan öncə siz sosial şəbəkələrdə izlədiniz. Bizim hansı ki, Şuşa şəhər icra hakimiyyətinin partisi olmuş Gözəlov, Şahid Gözəlovun oğlu, Müşfiq Gözəlov, o şəhərlə maşınla hərəkət edən zaman bir uşağın həyatının anında da orada qərar qəbul edir və o uşağın həyatını xilas edir. Və bunun özü bir qəhrəmanlıqdır. Təsəvvür edirsiniz, yəni o qəhrəman olmaq üçün həmişə vurğulayıram, qəhrəman olmaq üçün əziz uşaqlar. İngilizcə bitirdikdən sonra yeni bir həyata adını qoyacağız və belə deyil, vətənpərvər olmaq üçün, yəni 700 bal yığıb, 600 bal yığıb ailədə bir qəbul olmaq şərt deyil. Vətənpərvər olmaq üçün sən ilk öncə evdə anaya, ataya hörmət, küçədə, yaşadığın kətdə, böyüklərə hörmət. Sən onu bəsləyirsənsə, sən hər hansı peşənin sahibi olursansa, sən demək olar ki, layiqli vətəndaş olacaqsın. Baxın, yəni ola bilər sənin palonunla, içində palonlar olsun, belə deyil, yaxanda xalıqlı olsun, hər hansı bir vəzifə sahibi olasan. Ancaq sənin əsas olan içində daxilində olan keyfiyyət vətənpərvərlik. Baxın, bu vətənpərvərlik mən ona görə burada sizə bunu danışıram ki, orta məktəb
yerinə yetirmək, küçədə boş-boş gəzmək, sosial şəbəkələrdən istifadə etmək, televiziyaya baxmaq, bu kimi vərdişlərdən daim uzaq olmaq lazım. Və həqiqətən də bizim gələcəyimiz, misyamız bəyətlərin bizim şəhərdə tamızda vurguları, bizim torpaqlarımız işğal olduğunda, 30 ildən sonra qəhrəmanlar öz canı bahasına torpaqları azad etdi. Burada indi yaşlı insanlar bilir. Orada Azərbaycan oğlu necə özünü avtomatın qarşısına, yəni ölümü göz önünə almır, yəni fikirləşmir. Onun özü vətənpərvərlik. Bir neçə ay bu yaxınlarda bizim burada Canan müəllimi görəndə yaradılır. İdman sahəsində sizi kimi gənclər, idmanla məşğul olan uşaqlar gedirlər Türkiyə, Qazaxıstan, başqa yerlərdə Azərbaycan bayrağı dağlanır. Güclü olmayan, oğlan uşağı heç bir zaman sağlam əskər ola bilməz. Heç bir zaman o düşmənin o posta yatacaq, onun özünü yox, iradəsi yox. Güclü olmaq lazım, idman eləmək lazım, çoxlu kitablar olmaq lazım. Yəni, bu bizim ən belə vazif missiyamızdır. Siz bu günləri yox, sabah oxuyaraq, sonra orijinlərək, bu qətiyyən eləmək olmaz. Bu yaxınlarda mənim öz xalam qızı da məktəb direktorudur, başda, onun şagirdləri fənn olimpiyadasına, yəni keçiblər, o uşaqların şəklini paylaşır. Və həmin məktəbdə mənim başqa bir xalam dənəsi oxuyur, amma o biraz oxuymayan uşaqlar müəyyən bir hadisələr bırakmışdır, polisə düşmüşdür. Mən ona həmin səs vasitəsilə səs atdım ki, görürsünüz, yəni onu paylaşırsan, dedim, bax, o cinayətçilərdə də öz bacımdır da xalam qızım. Ona dedim ki, müəllimə, bax, sənin də payına var. Sən görsən cinayətçiləri paylaşmırsan. Yəni, uşaqlar, bunu nəyə görə çatdırmaq istəyirəm? Siz güclü olmalısınız, yaxşı olmalısınız ki, siz daha çox istəsinlər, hamı sizdən fərq edəsin. Yəni, sən bu günlərin boş-boş gəzdinsə, getdin, hər hansı bir cinayət törətdinsə, səni demək olar ki, heç sənə yaxın durmayacaq, heç səni çox istəməyəcək. Yəni, vətəni sevmək üçün ilk öncə təhsil lazımdır, vətəni sevmək üçün idmançı olmalısan, vətəni sevməyin başlıca səbəbi oradan qaynaqlanır ki, həmişə evdə anasını, atasını sevməyən insan heç bir zaman o adam vətən uğrunda şəhid ola bilməz. Yəni, bunun üçün ilk öncə ananı, atanı sevmək lazımdır, böyükləri bölmək lazımdır. Yəni, bunu eləyən hər bir Azərbaycan gənci, mən düşünürəm ki, o hərbi xidmətdə də olan zaman və yaxud da onun qəhrəman olmalı üçün şəhid olmalı lazımdır. Və biz daim vətəni sevəcəkdir. Məsəl üçün, o gün bu yaxınlarda bir tədbirdə bir adam çıxış eləmişdir. Səfərbölçə German müəllimi olan sonra dedi, sən vətəni tanıt, onsuz da onun uşaq özü sevəcək. Biz vətəni tanıtmalıyıq, böyüklər olaraq vətəni həqiqətən də bu məktəbdə təhsil alıb, ali məktəbə girməmək mümkün deyil. Bu cür məktəbdə. Çünki burada əyləşən şəhid atalarımız, tədbir iştirakçıları həqiqətən də çox çətinliklə oxuyurlar. Hansı ki, məktəbdə şərait olmuyor, istili sistemi olmuyor. Yəni, biz xalq olaraq, dövlət olaraq o günləri yaşamışıq. Amma şükürlər olsun ki, bu günlərin bizim yəni Cənab Ali Başkanlardan başqa olmaqla bütün xalqımızın əməyi var. Biz insanlar bunu dəmir yumuşuq, bunu birləşdik və bu məktəblər, bu şəhərlər hamısı xalqımızın qüvvəsidir. Və vahid komandanlı olduğundan, güclü lider olduğundan ərsəyə gəlir. Mən daha çox sonda qısa da olaraq vurulmaq istəyirəm ki, Rahib Məmmədov necə ki Ağdamın, necə ki Mahmuzlu kəndini tanıdır, öz qəhrəmanlığını. Və burada əyləşən şagirdlərdən əminəm ki, onlar ali məktəbə qəbul olacaq da vaxt gələcək ki, onlar Şuşada və yaxud da Ağdamda Qarabağ Universitetində müəllim işləyən zaman, hər hansı bir orada tikilən böyük idarələrin birinin rəhbəri olan zaman onlar da fərq edəcəklər ki, mən Rahib Məmmədov adına olan məktəbin şagirdi olmuşum. Orta məktəb elə bir yerdir ki, sən dünyanın arasına gedirsən ki, o məktəb daim sənin xatirindədir, daim sənin orada olan keçdiyin o gündə həmişə sənin yaddaşında olur. Rahib Məmmədov adına orta məktəbin özündə bir məsuliyyət var. Çünki qəhrəman şəhidin adını daşıyır. Və burada siz daim, belə deyim, müəllimlərin göstərişlərini daim yerinə yetirməlisiniz. Və küçə ilə gedərkən hər bir canlını sevmək lazımdır. Yəni, istər bitki olsun, istər hər kəs, yəni o ağacları qorumaq olsun, ətrafı çirklənmədən qorumaq olsun. Yəni, bu işlərin hər biri cəmləşən şagird, vətəndaş, həqiqətən də vətənpərvərdir. Və mən bilirəm ki, artıq vətən müharibəsindən 6 ilə yaxın vaxt keçir,
qürurla deyirlər ki, onların övladları bu torpağı azad edirlər. Bu torpaqları azad ediblər ki, burada bu salda əyləşən uşaqlar yaxşı olsunlar, təhsil alsınlar, onlar həmin o göz bəbəyi kimi olsunlar. Onlar şəhid olmadılar ki, kimsə Azərbaycan gəncliyi 200-dən maşın sürüsü geçsin, qəza verməsin. Onlar şəhid olmadılar ki, yerdə qalan sizlər, bizlər bizə aid olmayan, bizə yaraşmayan hər hansı sosial şəbəkədə vaxtımızı keçirək. Onlar şəhid olmadılar ki, sən hər hansı bir ətrafı çirkləndirəsən. Onlar şəhid olmadılar ki, biz belə deyək, əsl Azərbaycan məktəblisinə yaraşmayan hərəkətlər edir. Onlar şəhid oldular ki, onlar öz canlarını qurban etdilər ki, bax sizdə belə isti yerdə təhsil alasınız. Və həmin o işğaldan azad olunmuş torpaqları qurub yaradasınız. Orada biriniz memar kimi, biriniz mühəndis kimi, biriniz müəllim kimi, biriniz bir məmur kimi işləyəsiniz. Yəni, çox sizi də yükləmək istəmirəm, amma asan şeylərdən qaçın, asan şeyləri hər kəs bacarır. Yəni, insanın fərqi olmalı. Fərqin yoxsa, demək sən deməksin. Səni fərqləndirən xüsusiyyətləri ortaya çıxartmaz. Elminlə, savadınla, dünya görüşünüzlə. Ola bilər bu günlərdir siz xırda belə deyək, bir kənddə, balaca bir kənddə yaşayırsınız, amma orada olan o böyük insan, yəni içinizdə olan o böyük şəxsiyyəti formalaşdırmalısınız. Və dünyanın liderlərinin həyatlarını oxusaz, görərsiniz ki, hər bir kəs, Allah rəhmət eləsin, Ulu Öndər Naxçıvanın bir kəndindən fəhlə ailəsindən doğulmuşdur. Baxın, görün, o hansı yolu keçdi, hansı həyat tərzini keçdi, gəldi və bir məşhur dünya siyasətçisi oldu, ölkəni qurdu. Yəni, ölkəni, belə də 71 il əsarət altında olan ölkəni qurdu ortaya çıxardı. Yəni, bunun özündə də, sizin kəndinizdə də mən əminəm ki, həqiqətən də tanınmış, tarix şəxsiyyətlər var və biz onların hər birinin nümunə kimi özümüzdə formalaşdırır və mən əminəm ki, Rahib Məmmədovun hal-hazırda ruhu şad, onun valideynlərinin ruhu şad, çünki onun adını daşıyan məktəbdə gözəl Azərbaycan gəncliyi yetişir. Onun məktəbində yeni Rahib Məmmədovlar formalaşır və burada olan uşaqların hər biri mən bilirəm ki, gələcəyin Azərbaycan əsərləridir və onlar həqiqətən də Rahib Məmmədov üçün qəhrəman olacaqlar. Və mən bu düzəni qurduğuna görə, yarattığına görə Cənab Ali Başkanlıqdan özlərin minnətdarlığını ödənən bir Azərbaycan vətəndaşı kimi və bu məktəbi qoruyub saxladığına görə məktəbin tabii ki, pedagojik heyətinə özlərin minnətdarlığını ödənən, sahib müəllimə minnətdarlığını ödənən çox qəhrəman qardaşlarının həqiqətən də onlarla yaraşan şəkildə təbliğ edilir və biz onun adına olan döyüş şəhət müziğinin tamamı tədbirlərə keçirilir. Sadə olaraq sonda da onu vurulamaq istəyirəm ki, təbliğat o ən vacib soyuq islah. Bu gün ola bilər məndə olan bir hər hansı məlumatda əgər paylaşmaqsa böyük, yəni bunun böyük bir isə demək olar ki, o gərəkliyə yetişməsin. Təbliğat ondan ibarət sizlər belə tədbirlər keçirilir. Küçəklə gilərsə, şəhid atasını görürsə, ona bir yaxınlaşıb halın əhvalını soruşmağın özü var, o təbliğat. Biz restoranda görürsən, bir yaxınlaşırsansa, onun halın əhvalını soruşsansa, bu gözəl bir şey. Sizin kəndin girişində şəhidlərinizin abidəsi var. Siz onun yanını keçən zaman, əgər həqiqətən də bir dərciliyi onlara xatırlayırsansa, demək ki, bunun özü böyük şey. Yoxsa ki, yəni o yüksək sürətlə gəlib, baxarlar maşından olmaq olmaz. Yoxsa orada olan bayrağı gözləmək lazım deyək, sahib məktəbini dəyişsin və yaxud da məktəb qeydiyyatını dəyişsin. Evdə gəldir, atana qərbəlsə çatar, bizim məktəbin yanındakı bayrağın rəngi solmuşdur. Onu səndən xahiş edən dəyişir. Yoxsa onu çəkib paylaşmaq olmaz. Çünki onu düşmən gülür. Yəni, bir-birimizin açığını bağlamalıyıq, bir-birimizin daim yanında olmalı. Və mən əminəm ki, bu sırada əyləşən məktəblər zaman gedəcək hər biri həqiqətən bizim tərkimiz olacaqlar, biz onların hər birinə fərq edəcək. Necə ki, Rahib Məmmədovuna fərq edəcək. Çox sağ olun, minnətdarlığım edir. Və gün olsun ki, bu məktəbin getirilməsi inşallah Ağdamda olan məktəblərin ailəsili kimi direktor olsunlar və biz də orada Rahib Məmmədovla bağlı tədbirlərimizi keçirik. Hər birimiz özlərinin minnətdarlığını bildirir və mən belə bilirəm ki, burada olan cür balalar yəni, bizim qəhrəmanımıza yaraşan şəkildə təhsillərini davam etdirəcəklər. Çox sağ olun.
neçə ölkələrdə çox şərəfli ucalır, qəhrəmanlıq yolun kəndində və rahib salır. Təkcə bizim millətdədir, qeyrət, namus, ar, vicdan, təkcə bizim millətdədir, keçməyi şirin candan. Deyər adı ucu olsun, yaşasın Azərbaycan. Hünəri ilə elm adın bütün dünyaya yayıb, qəhrəmanlıq yolunu kəndə ilk rahib yayıb. Vətən səni dar günündə sınadı, xilas etdi neçə insanı, ən böyük şöhrətdir igidlik adı, o adı qanınla yazdırdın rahib. 59 yaşındır, tamamdır bugün, sən isə bu yaşın çox azın gördün, cəmi 20 bir ömür sürdün, bu yaşda çox böyük ad aldın rahib. 20 yaşında köçdük dünyadan, qismətini belə yazmış yaradan, doğulanda 2 doğdun anadan, adını çəkənlər igid tək çəkir, Ağdamın qeyrətli, oğlusan rahib, keçdi 39 il atanından, səni çıxarmadı kimsə yadından, ad qoyulur körpələrə adından, adın qəhrəman tək dünyanı gəzir, Ağdamın qeyrətli, oğlusan rahib, varmış damarında şiliç qanı, onun üçün sən oldun, qeyrət qurbanı. Xilas etdi neçə insanı, Ağdamın qeyrətli, oğlusan rahib. Üzüldü hər yandan sonunda əlin, yumuldu əbədi nəmli gözlərin, qaldı ürəyində neçə sözlərin, ölümün hər kəsin qəlbini dindir, Ağdamın qeyrətli, oğlusan rahib. Gürcüstanda çoxdur sənin hörmətin, unudulmaz heç vaxt şanın, şöhrətin, yaşamadın, qorxu hissini görmədin, mərdliyin hər kəsin yadında qalır, Ağdamın qeyrətli, oğlusan rahib. Ayən oğlum rahib qardaş, yandı bağrım nələr deyim, ətərindən qopsa bir dar, dilsiz dalda mələr deyim, ayrı düşüb sinəsindən, yenə dağlara dağ çəkdin, bir el qızına ah sən, hələ könül verəcəkdin, getdin el uğur dilədin, oğul uğurun ötürülməz, sellər səni qərq elədi, sular bu qanı götürməz, bəzən ən saf duyğuları heç bir adla ötmək olmur, bəzən adi bir istəkdən dönmək olmur, keçmək olmur, sənsə keçdin həyatından, 20 yaş bəsim dedin, kömək eman körpələrə, yetsin barı səsim dedin, usandırmadı, yormadı, arzular, xəyallar sənim, aydınlığa çıxartmadı, üst tutduğun sular sənin, qəlbində dağların heyi, sel önündə dağ olurdun, doğduqca Riyon çayı, sən təzədən doğulurdun, həyatını boş sanırdın, insanlığa gərək kimi, sən mərdliyə inanırdın, hava kimi, çörək kimi, həyat ölüm sirli yoldur, hərə bir cür eləyir qərb, Gürcüstanda heyrət oldu, Qarabağda bitən qeyrət, böyüklərinlə böldün, balalarınla öyündün, sən ağlama Qarabağ, sanma ki ölüb igidin, ocaq yanar, yadı qalar, közü düşər, odu qalar, eldən güclü mən nə deyim, igid ölər, adı qalar, igid ölər, adı qalar. Nakil taleyi isə ürəklərimizi kədərə bürüdür. Bu qürurdan nedəcə poemalar, şeirlər düzəldi. Bu kədərdən acı gözyaşları töküldü, qaydalar süzüldü. Vardı onun bu dünyada axı bir ömür payı, niyə aldın məsəlindən bu ömrü Liyoni çayı? Sənə nə deyim Liyoni çayı? Hələ nə bahardı, nə də ki yazdı, suların hayqırıb yolunu azdı, coşqun dalğaların bizə dert yazdı, kimin üçün salmışsan dəli harayı? Sənə nə deyim Liyoni çayı? Çıxsın söz deyilir, şair German Ağdamlı. Xeyir olsun, əziz həmyerlər, əziz mahruzlu cəmaatı, bu Gölün Qalanımızın sonuncu söylədiyi şeir, mərhum şairimiz Tamaşa Xəyalinin sənə nə deyim, Liyoni çayı adlı poemasının bir parçadır. 1988-ci ildə
Rahib Məmmədovun vəfatının həlak olmasının şəhidliyinin birinci il dönümünə biz həmin poemanı tamaşa hazırlayıb Ağdamda, Mahlıqlı və digər kəndlərdə göstərmişdik. Çox gözəl də alınmışdı qəhrəmanımızın qəhrəmanlığına dəyər. 59 il bundan əvvəl Rahib anadan olanda yəqin ki, atasına, anasına göz aydınlığı verməyə gələnlər demişdilər ki, Allah başa can versin, atalarını böyüsün, elinə, obasına layıqlı oğul olsun. Bu 59 ilin Rahib cəmi 3də 1-in yaşadı. Amma o 3də 1 ömrü elə yaşadı ki, nəinki Eril obasına, bütün Azərbaycana qürur gətirdi, fəxarət mənbəyi oldu. Qonşu Gürcüstanda, Gürcüstan Respublikasında bir anda aşıb daşan Rioni çayı ilə mübarizə qalxdı və 28 adamın həyatını xilas elədi. Allah rəhmət eləsin. O vaxt Qırmızı Ulduz ordeni ilə SSR Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə tərtib olunmuşdu. O vaxt biz belə deyək, hələ bu hadisələr başlamamışdı, mitinglər də başlamamışdı. Şəhid sözü ilə işlədilmirdi. Və bugün ürəklə demək olar ki, Rahib Məmmədov şəhidliyin zirvəsində dayanır. Mən bayaq Samir müəllim çox gözəl, ibrətamiz, maarifləndirici söhbətlər elədi, başlara toxundu. Mən həmin məqama qayıdıb bir neçə şey əlavə eləmək istəyirəm. Mənim orta məktəb illərim 70-ci illərdir. Həmin illərdə Böyük Vətən müharibəsi iştirakçılarının təxminən 50-55 bu aradaydı və vaxtaşırı məktəblərdə həmin müharibə iştirakçıları ilə görüşlər keçirdilirdi. Onlar da Rusiya köylərindən başlamış, Polşa, Macaristan, Almaniya qədər gedən o döyüş yolundan danışırdılar, qəhrəmanlıqlarından, dostlarının qəhrəmanlıqlarından həlak olmuş, şəhid olmuş, dostlarının qəhrəmanlıqlarından danışırdı və həmin o maarifləndirici, o təbliğ edici söhbətlərin nəticəsi idi ki, əvvəlki Qarabağ müharibəsi başlayanda 88-in sonlarından ilk illərdən başlayaraq ateşkəsi gedir, könüllülük əsasında 10 günlərlə insan döyüşlərə atıldı, şəhid oldular, qarşı oldular, vətən sınıflarını korumağa çalışdılar, lakin vahid komandanlıq olmadığından qabiliyyətə uğradı, torpaqlarının düşman olundu və şükür olsun Allah'ın bugünkü günəki vahid komandanlığında Azərbaycan komandanlığında düzgün siyasətlə idarə edən prezidentimiz var. Torpaqlarımız alındı, şəhidlərimizin canı baxasına, qazilərimizin canı baxasına və mən gənclərimizə, məktəblərimizə düzgün tutup demək istəyirəm. Mən çox gözəl izah elədi, hər şeylə ətraflı toxunmuş. Oxumaq bugün Samir müəllim deyən kimi ki, əsraf eləyərəm, sabah ayrı iş çacavanı eləməli olmaq. Bu mümkün bu ilə atalar da sözdür, bunun işin sabaha qoymaq. Bugün Azərbaycanın minlərlə şəhidi var, tanımaq lazımdır, sevmək lazımdır. Vətən torpağına, topuğuna qədər qalçığına baxmazsan, vətən olduğunu anlamazsan. Torpaqda izin olmalıdır. Torpaqda da topuğuna qədər baxmalı üçün çiynindən el büyük baxmalıdır. Dərslərinizi yaxşı oturun. Məktəbdə axlı vaxtında gəlin gedir. Müəllimlərinizin sözlərinə qulaq asın. Şəhidlər bizim qürurumuzdur, qürurlarımızdır, həqqimizdir, iman yerimizdir, güvən yerimizdir, ant yerimizdir. Allah bir daha müharibə göstərməyək, bir də şəhidlərimiz olmasın. Mən həmişə dediyim bir də təkririm ki, bu günə qədər olan şəhidlərimiz də olmaydı. Onlara deyək, cümlələrin hamısı Germanla deyildi. Bircə şəhid olaydı bu qədər. Uşaqlar
Allah Rahim Məhəmməd olaraq bütün şəhidlərimizə rəhmət eləsin. Və mən sonunda bir sami müəllimə çatdırmaq istəyirəm. Mən çox arzu eləyərəm. Burada hər bir tədbir keçirilir. Hər bir məktəbdə, həmin məktəbdə olmayan şəhərində yaxud digərinin, hər bir kəndimizdə qurumlar var, mədəniyyət evləri var, kitabxanalar var. Bəlkə də fəaliyyəti çox aşağı səviyyədədir. Elə bu şəhidləri anım günləri keçirməklə o həmin müəssisələrin fəaliyyətini yüksəldək və gənclərimizə də örnək olsun. Çox sağ olun. Bu elimin, yurdumun gururusan sən Rahim. Keçib gör neçə illər yenə gəlib keçəcək. Zamanı gələn Allah hamı bir-bir köçəcək. Ayrılıq bir şərabdır, hamı ondan içəcək. Göstərdiyin hünərdən millətimiz fəxr edir. Bu elimin, yurdumun gururusan sən Rahim. Qorxmadın sən ölümdən, çəkinmədin bilərək. Qudurmuş sel boynuna girdin deyib gülərək. Ölməz bir ad qazandın bu döyüşə girərək. İgidliyə gedən yol bu yerdə səndən gəlir. Bu elimin, yurdumun qururusan sən Rahim. Yaşadın 20 il çox yerdən gəlib adlar. Bakının mərkəzində Rahib adlı küçə var. Neçə yerdə abidən, məktəbin, muzeyin var. Adil sənin adınla, hünərinlə fəxr edir. Bu elimin, yurdumun qururusan sən Rahim. Neçə gürcünü xilas etdin ölümdən. Seçmədin yad milləti, öz doğma millətindən. Şəhadət bulağından su içərkən gözündən. Qazandın şərəfli ad, öz məğrur ölümündən. Rahim, sən bir ulduzsan, üfüqləri sönməyən. Önclərə nümunədir, göstərdiyin bu hünər. Sənin yolunu getdi, neçə igid şəhidlər. Vətənə xoş güc verdi, sənin kimi igidlər. Qorxu bilməz əməllə, oldun yol göstərər. Qəhrəman doğuldun sən doğulanda, xalqın fəxr elə iki dadınla. Rahim tək qəhrəman oğullarınla, ucalsın boy başı ey Azərbaycan. Rahim, bir ulduzsan hər an parlayan, bir tarix yazırsan unudulmayan. Adınla fəxr edən iki ölkə var, biri Gürcistan, biri Azərbaycan. 39 illik uzun bir zaman, keçib acılığı dəhşətli anda, adi də fəxr edib iki dadınla. Atan əsgərliyə yollayıb səni, dedi ki, keşikdən sahib ol Rahim. Unutma, vətən də doğma anadır, dayan qulluğunda ayıb ol Rahim. Azəri milləti övladın qəhrəman hörmətli olur, gözü pərəzava cürətli olur, sən də çox cürətli oğuldur Rahim. Amanlı əməli düz olan igid, ya qəhrəman olar ya da şəhid. Göstərib çox böyük şücayətinə, hər iki adları qazandır Rahim. Qismətli çox xalqın övladı olmaq yazılmış qəhrəmanın adını yaşatmaq üçün Gürcü və Azər övladlarını Rahib adı verildi. Ölməzdə yazdığı kitabın qəhrəmanına çevrildi. Xatirəsinə və birləşdirmək üçün neçə küçələr onunla il adlandırıldı. Saladinidə və Mahrızlıda qeyfilə dönərək sıramızda dayandı. Gələcək nəsillərin nümunə oldu. Hər gün onun adı yüzlərlə şagirdin, həyat yolunu nur paylayan Saladini və Mahrızlı kənd tam orta məktəbin adı ilə birlikdə səslənir. Mahrızlı kəndində göz açan oğlan, ana laylasıyla yatdın gecələr, derin od yurdumun, od övladıyam, yurdunu sevənə haqdan güc gələr. Mahrızlı kəndində iz açan oğlan, bir dildən Qarabağ şikəstəsi ilə köçünü aparan
Mən ilk olaraq burada əyləşən bütün şəhid ailələrə, şəhid analarına, şəhid analarına, şəhid qardaşlarına salam verirəm. Allah'tan bütün şəhidlərimizə rəhmət edirəm, Allah bütün qazilərimizə şəfa versin deyirəm. Bugünkü bu tədbirin belə gözəl təşkili, bugünkü bu izdiham, bu məktəb, bu göstərilən bütün bu haqların hamısı zamanında, vaxtında Rahib Məmmədovun getdiyi o qəhrəmanlığın getdiyi yolu bugünkü nəticəsidir ki, bugün hamı hər şeyi gözüyle gördükçe, o anları yaşadıkça bizce hiç geçir qəlbindən ki, şəxsən mənim üçün hamısıydı, biz hamımız şəhidlərə doğmamızlar. Amma birdən bir ünvan deyilən bir şey olmadı. Kimsə elə ortamı neçə dəfə demişəm, söhbət əsnasında mən demişəm, ünvanı tanımayım, amma bir anda deyib ki, Rahib Məmmədovun kəndi bir ünvanı adı ilə artıq gör harada yayılır da gelir de, bu da bizim için büyük bir fərq buyurdur. Yani bizim millətimizin, bizim xalqımızın, bütün ata-anaların valideynlərine verdiyi düzgün tərbiyyənin nəticəsidir ki, o cümlədən məktəbdə keçilən müəllimlərin, şagirdlərine verdikləri dərslərin tərbiyənin nəticəsidir ki, övladlar vətənsevər böyüyürlər və Rahib haqqında elə yazdığınız şeirimlə istəyirəm, vaxtınızı çox almayayım. Yəni, igidlikdə hər millətdən baş oldu. Yadlar sənə öz doğman tək xoş oldu. Vaxtsız əcəl qəhl sənə tuş oldu. Hey köşdü bu dünyadan ayrı-ayrı. 39 illik uzun bir zaman acı xatirə tək yaddaşda qalıb. Çağlayan bir çayın sən caynağından gör neçə insanlar xardın. Rahib, hərk yolu o günlər artıq yaddaşa. Adında igidlik tarixi qalıb, yazılıb qayaya, yazılıb daşa, silinməz heç zaman bu tarix. Rahib, etdiyin igidlik, etdiyin hünər meydanında oldu ilk zəfər. Sən gedən yolları gedən şəhidlər, yurdun azad etdi əbədi Rahib. İgidlik olundur içində niyə? Adın qəhrəman da yaddaşda qalıb, etdiyin hünərlə qazanıb şöhrət, şəhid də göylərə ucaldın Rahib. Bir kublet bir şeir bilir ki, yaş sürülür, gözlərindən damla gilə-gilə. Səbəbini istəyirəm, açıqlayan hamı bilə. Bugün hamı ömür sürür, sevinc ilə, gülə-gülə. Bu sevincli, xoş günləri bizim üçün gətirənlər. Heyf torpaq altındadır, şəhidlərə, Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah səndən razı olsun, çox sağ olsun. Haqqında film izləyək. Gürcüstan əsrlər boyu müxtəlif sınaqlardan keçib. Nəticəsində Dilokin çayı öz məcrasından çıxdı və bütün kəndi su altında qoydu. Bəzi yerlərdə suyun yüksəkliyi hətta 3 metrə çatırdı. Bu hadisə 1987-ci il qışında fevral ayında baş verdi, kəndi su bastı. Çox pis vəziyyətdə qalmışdır. Hadisə şahidi, məktəbin direktoru Rana bunun üçün hazır deyildi. Əhali panikaya düşmüşdü, xüsusilə yaşlılar və uşaqlar çox. Su hər şeyi məhv edirdi. Hər tərəf. Hadisə şahidi Cürşən Cirişqari. Bu əvvəldə insanlar ilə Səmiyyə görə daxil ola bilmədilər. İnsanları xilas etmək üçün 2 nəfərlə oldu. 19 yaşlı xilaskar bir dəqiqə belə düşünmədən ilə 28 ailənin üzvlərini xilas etdi. Kənd sakinlərinin həyatının son dəqiqəsinə qədər xilas etməsi əfsanə kimi dillərində gəzirdi.
O hər bir insanı xilas etməyə hazırdır ki, insanlar sürü təyin olunduğu və həyatı üçün təhlükə yaratılan biləcək həmin ərazi. Lakin rahibin içindəki o böyük insan sevgisi ona mani oldu və öz yoluna. Mən 1987-ci ildə daşqın olan gün dünyaya gəlmişəm Azərbaycanla. Azərbaycan Qəhrəmanlar Ordusunun layiqli əsgəri Rahib Məmmədovun xatirə gündür. 39 ildir xilas etdiyi insanlar hər birinin yeni ömründə yaşayan Rahib əməli unudulmazdır. İllər ötəcək, rahibdən kiçiklər, hələ bundan sonra dünyaya gələnlər onu yaşadacaqlar. Bu rahib ömrüdür. Əbədiyyətə qavuşmuş, öz ölümü ilə ölünməzlik qazanmış rahib ömrü. Azğın sular, qan dedin dişlərini qıcayaraq, rahibimə dayan dedin. Babəkimin gənc nəvəsi dişlərini qırdı keçdi, dalğaları yardı keçdi. Sürdülər atları sağa sola, qılıncını çala-çala, 28 nəfəri qan əlindən aldı sənin. Əcəl aldı, itilənmiş caynağından saldı səni. Kükrədinmi, köpürdünmü, köpükləndiyin aşdın daşdın. Yol izini tanımadın, yalqızlıq təqqi qızlaşdın. Çəkilmədin bir an geri, gənc qəhrəman bu döyüşdən. Zəhərlənmiş nizə kimi, yaralanmış gürzə kimi qətl onu çaldınmı sən? Namərd sular, azğın sular, qönçə gül arzular, ürəkdə mi yandı qaldı? Bəli, bu da bir misaldır. Elə bilmə öldü rahib, genç yaşında əsrəsir, zaman qocaldı o, zirvələrə ucaldı o. Bir ömrün əvəzinə 28 ömrü fəlakətdən aldı rahib, milyonların ürəyində əbədilik qaldı rahib. Su üçün söz verdi Rahib Məmmədov adına Döyüş Sərhədi Muzeyinin direktoru Sahib Məmmədova. Rahib Məmmədov'la Döyüş Sərhədi Muzeyinin həm kollektiv adından, həm Rahib Məmmədov ailəsi adından hər birisi salamlayıram və hər birinizə öz qərim minnətdarlığını da görəm ki, Rahib Məmmədov'un anı günü münasibətilə keçirilən bu tədbirə gəldiniz, iştirak edədiniz. Mən ilk öncə şəhid ailələrinin qarşısında baş əyirəm. Veteranlarımızın, qazilərimizin qarşısında baş əyirəm ki, bu günlər bizim yanımızdasınız, bizlərlə yanaşsınız. Mən Rahib Məmmədov'un Mazı Kənd Orta Məktəbinin direktoru Könül xanıma və kollektiv və şahidlər özlərinin minnətdarlığını bildirəm ki, bugünkü tədbirdə çox gözəl iştirak edədiniz, tədbiri gözəl hazırladınız və nəzərinizə çatdım ki, bu günlər bizim Ağdam Hərbi Komissarlığının nümayəndəsi bizim burada iştirak edirik. Şəhid ailələrlə işbirliyinin sədri Samir müəllim buradadır və Rahib Məmmədov'un həm sinir yoldaşı, tələbə yoldaşı deyək, Amir burada iştirak edir, həm Birinci Qarabağ müharibəsi qazisidir və Salih Həkim burada iştirak edir, Dağıstan qardaşımız və onun qardaşı oğlu Şəhriyar qardaşımız 44 gün vətən müharibəsində iştirak edir. Bizim bu günlər şəhid arkadaşı ki, mədəniyyət elinin kollektivi burada iştirak edir ki, Qeysər Yıladına Çoğlan Kənd Mədəniyyət Elinin və Zahir İmamlarına Zəncər Kənd Mədəniyyət Elinin kollektivi ilə yanaşı Zəncər, Qaradağlı bu günlərin gözəl iştirak edədiniz və şiirlərinizlə tədbir iştirakçılarına yeni ruh verilmesi və bizim dəyərli şairimiz German qardaş, burada uzun illər biz German qardaşımız haqqında çox eşitmişdik, çünki o xaricdə kənarda yaşayırdı, artıq bu torpaqlarımız azad olandan sonra hər an buradadır, hər an torpaqlarımızda yeni qaydan Ağdamımızda görülüyor, onu da salamlayırıq və siz bu günləri məktəb olaraq, şahid olaraq, bu günün şahidi, gələcəyi gənclik olaraq siz bu günlərin bu görüş sizin dünya görüşünüzdə sizin böyük rol oynamalıdır. Bu artıq siz bu günlərin həm şəhid ailələrlə, həm qazilərlə, həm veteranlarla, həm hərbi komissarlığın nümayəndələrlə, həm dəyərli şairlərimizlə, Nəqəddin qardaşımız bilirsiniz ki, kəndimizin Rahib haqqında bu günə qədər onlarla şiir yazdı. Bu günlərin tədbirdə əsasən şiirlər və hər birinizə dərin minnətdarlıq bildirirəm. Bayaq baxdığınız kino 2023-cü ildə film Gürcistan Respublikasında çəkilmişdi və mənim özüm də həmən filmin tərqimatında Gürcistan Respublikasına dəvət elədilər, getdim.
Məmnunov dəvətdə həmən filmi senaryo çəkilişində iştirak elədik. Və nəzərinizə çatdırım ki, həmən filmdə Rahid Məmmədovun 28 yox, orada gördüyünüz kimi hərbi hissə tərəfindən göndərilmiş bir nəfər orada deyir ki, məni göndərdilər hərbi hissədən, mən Rahid Məmmədovun xilas etdiyi insanların 28 ailədən gedir. Rahid Məmmədovun o dövrdə bildiyiniz kimi, orada hərbi hissənin komandiri erməni olduğu üçün Rahid Məmmədovun insanların xilas etdiyi insanların sayını kiçiltmişdilər, 28 eləmişlər, ancaq illər keçəndən 36 ildən sonra artıq onun haqqında çəkilmiş filmdə Rahid Məmmədovun 28 ailənin etdiyi xilasları göstərilir. Və həmən filmdə bir şeyi nəzərinizə çatdırır ki, orada David Volkovadze var, həmən rahibin büstün inşa edən, büstün düzəldən həmən o heykəltaraş, Gürcü heykəltaraşıdır. Və nəzərinizə çatdırır ki, həmən büstün orada zakaz verilir, o düzələndə orada Neft Koverti terminalının maliyyə dəstəyi ilə düzəlir, bu Azərbaycan terminalı. Və orada həmən heykəltaraş axtarılıb, Batumi şəhərindən tapılıb ki, belə bir heykəltaraş var. Və həmən ona müraciət olunanda ki, bir nəfər büst düzəldəsə, ölçüsü bu olacaq, belə olacaq. Qiyməti orada 12.000 dollar deyib, hardasa bizim puldan 18.000, 16.000 dəyərində olan bir rəqəmdir. Və o insan deyir ki, bu büst kimin olacaq, onun haqqında məlumat verir. Orada bir nəfər deyir ki, bəs Rahid Məmmədov, Gürcistan Respublikası dəyəndə tutur əlindən bir dəqiq. Onu aparıb öz emanətxanasına və emanətxanada yuxarıda qəzetlərdə vurulmuş rahibin şəklini göstərir. Deyir, bu qəhrəmanlığını deyirlər. Deyir ki, bu Allahın üzünü tutub əlini göyə. Deyir ki, bu Allahın mənə verdiyi böyük bir lütfüdür. Allahın mənə lütfüdür ki, yaşının bu vaxtında Allah bunu mənə yedirdi ki, mən bunun bir büstün və vaxt oldu deyib, onun ailəsindən məktub yazmışam. Və bu günlərində deyib ki, onu yüksək səviyyədə həmən büstün düzəldəcəm və bir qəmsiz. Və ümumiyyətlə, o həmən dəyərdə puldan imtina edib və Rahid Məmmədovun həmən büstün yenidən inşa edib, yenidən düzəldir, özdə ən qiymətli materialı. Və Gürcistanın Çağadeli kəndində, Qəhrəmanlar meydanında həmən büstün qoyulur və nəzərinizə çatdırım ki, 2 fevralda Gürcistan Respublikasında gənclərdən ibarət, mən özüm onu Facebook səhifələrində, müəyyən səhifələrdə paylaşdım və orada Hobby Info deyilən internet saytı var ki, həmin saytları geniş paylaşıldı və Rahid Məmmədovun həmən büstü önünə Gürcistan gəncləri gül qoyaraq öz qəhrəmanı, öz minnətlərdən bir daha bildirdilər. Və tədbirdə iştirak elədiyiniz üçün hər birinizə özləri minnətləri bildirən Rahid Məmmədov ailəsi adından çox sağ olun. Allah canınızı sağ eləsin ki, geldiniz və bir xahişim var ki, Rahid Məmmədovun muzeydə çay insan süfrəsi hazırlanır ki, o tək rahibin yox, bütün şəhidlərimizin xatirəsinə verilən bir insan çay süfrəsidir və o çay süfrəsində iştirak edir. Çox sağ olun, minnətlər. Müharibəsində olan igid qəhrəman qardaşlarımızın hamısının burada eksponatları var ki, onlarla həm tanış olmağa, həm də elə buranı ziyarət eləməyə gəlirlər. Hər birinizə təşəkkür edirik. Allah canınızı sağ eləsin. Gömənəm, buyur, 1-ci Qarabağ müharibəsinin döyüşçüsü və o cümlədən 1-ci Qarabağ müharibəsində qardaşın şəhid verən, 2-ci Qarabağ müharibəsində də övladın şəhid verən bizim qazi atamız. Buyur. Mən də Rahid qardaşımıza Allahdan rəhmət eləyirəm. Rahid qardaşımız, mənim bir sözüm var, o sözü mən özüm elə bir icad eləmişəm, daha o sözü. Sahib qardaşımız Azərbaycan xalqının güzgüsüdür. Sahib qardaşımız bizi Qarabağ müharibəsindən qabaq Azərbaycan xalqının, oğlanlarının, igidlərin nə qadir olduğunu başqa bir dövlətdə, başqa bir millətin içində bütün post-sovet məkanında, yəni 15 respublika, yəni neçə də avtonom oblast var, onu da deyirəm, yəni. Azərbaycan xalqının, igidlərinin, oğlanlarının, kişisinin necə bir qeyrətli, bir igid, bir cancavər kişi olduğunu sübut edib. Bütün post-sovet məkanında, respublikalarında, güclü xalqın içində. Yəni o tək başına 28 qadının uşağı seldən, boğulmaqdan, ölümdən xilas edib. Mən sahib qardaşıma, onun sahib qardaşıma, onun ailəsinə
yəni bacısına, qardaşına, sahibsevərlərin hamısına səbr diləyirəm. Allah qardaşımıza rəhmət eyləsin. Mən çox sevinirəm ki, bizim belə bir igid qardaşımız olur. Bir də Sahib müəllim bizim çox həmişə bizə hörmət edən bir insandır. Şəhid Əmənin yanında olan bir insandır. Bizim evladlarımızın əşkərlarını gətirib muzeyinə qoşdu. Onları yaşadır, onları təbliğ edir, onları bütün Ağdama, Azərbaycan Respublikasına tanıdır. Bu təbliğat özü də lazımdır. Bu kişi həm də vətənpərvərliyi yayır. Vətənpərvərliyi yayır. Kim danışmaq istəyir, sözü desin. Mirrəhimin atası, şəhid Mirrəhimin atası. Allah Rahib qardaşımıza rəhmət eləsin. Amin. Şəhid Məhəmməd Əlizadə, Məhəmməd Əlinin atası. Aslen buyurun. Allah Rahib qardaşımıza qəni-qəni rəhmət eləsin. Onun şəhid olduğu gün heç vaxt mənim yadımdan çıxmaz. Bugünkü gün kimi yadımdadır. Onun necə qəhrəmanlar eləyib, öz şirin canına qəsd eləyib, Gürcü xalqının nümayəndələrin sel sularla xilas elədiyi bugünkü kimi yadımdadır. Sahib müəllimə də Allahdan səbir diləyirəm, onun ailəsinə də Allah onları həmişə sağlam eləsin, həmişə də bu Rahib qardaşımızın davamçısı kimi yad eləsin. Allah canınızı sağ eləsin. Bugün bizim burada bir qardaşımız da iştirak edir ki, hansı ki bizim şəhidlərimizdən ən gənci olan İstizadə Elvinin atası. Onu da qeyd edeyim ki, İstizadə Elvinin dayısı da 1-ci Qarabağ müharibəsində şəhid olubdur. Onun da bugün burada eksponatları var, şəkilləri var və bu günlərim onun atası da burada iştirak edir. Mən həmişə deyirəm, bizim şəhidlərimizin hamısının ataları 1-ci Qarabağ müharibəsinin igid qəhrəmanlarıdır. Və elə qəhrəmanlığı da öz atalarından götürürlər. Buyur Azim. Allah Rahib qardaşımızın məqamını düzəlsin, o cümlədən bütün şəhidlərimizin məqamını düzəlsin. Allah hamısını. Sağ ol. Bizim burada bütün şəhidlərimizin hamısının eksponatları var. Onu da qeyd edeyim ki, bu muzey özü balaca olmağına baxmayaraq, burada böyük bir kollektiv də iştirak edir ki, böyük ürəkli bir kollektiv iştirak edir ki, o eksponatları bizim rayonumuza gələn qonaqlar, turistlər olur, onları hamısı gəlib bura, bizim gələcək nəslin nümayəndələrinə də o eksponatlardan məlumatlar verirlər. Və bu günlərin burada bizim minamyotçu Rövşən qardaşımızın atası da iştirak edir, şəhidimiz. Buyur, Mehtər. Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin, Allah ordumuzu qorusun. Allah Ali Başbakan komandanımızı dəmiri yumruğun ətrafında bütün Azərbaycan xalqımızı həmişə bir eləsin, var eləsin. Çox sağ olun. Gündən bu müzeyə gəlməkdən səbəbimiz də bugün şəhidimizin dönümüdür. Ona görə də sahiblərində başsağlığı vermək gəlmişik. Onun həmişə yanındayıq, yanında da olacaq. Sağ olun, təşəkkür ederim. Və bugün burada bizim bir qəhrəmanımız da var ki, 1-ci Qarabağ müharibəsində özü igidlik, qəhrəmanlıq göstərib. 2-ci Qarabağ müharibəsindən sonra bizim müəllimimiz gənc nəsli vətənpərvər ruhda böyüdür və onu da qeyd edeyim ki, bu yaxınlarda bizim idmançılarımız Türkiyəyə yola düşdülər. 11 idmançımız orada 9 qızıl medal və 2 gümüş medal aldılar. Və özü başda olmaqla bütün o apardığı idmançılarımız hamısı qəhrəman kimi qayıtdılar. Mən indi Kənan müəllimi salamlayıram, can sağlığı arzulayıram. Çox sağ ol, təşəkkür edirəm. Allah Rahib qardaşınıza rəhmət eləsin. Mən deyərdim ki, o Azərbaycan ilk qəhrəmanlarından. Bəli. Həqiqətən, biz orta məktəbdə oxuyanda bu hadisə
hadisələr baş vermişdir. İnanın ki, elə birinci qəhrəman oldu. Belə deyək, elə ilk milli qəhrəmanımız bizim Rahib Məmmədovdur. Allah rəhmət eləsin ona. Çox sağ olun. Siz də çox sağ olun. Elə həmişə belə deyək, bu şəhid ailələrinin, belə deyək, veteranların, qazilərin yanındasınız. Təşəkkür edirəm. Hamımızın mən deyərdim ki, Ağdamda ən çox belə deyək, əziyyət olan insanların bir də sizsiniz. Sizə də Allah can sağlığı versin ki, həqiqətən sağ olun, var olun. Təşəkkür edirəm. Yəni əlinizdən nə gəlirliyirsiniz. Çox Allah köməyiniz olsun. Allah sizə can sağlığı versin. O qələbələrinizi, qələbələrinizi. Mən onu da qeyd edeyim ki, bunlar həmişə yarışa getməmişdən öncə gedirlər. Xanı Əminin qəbrini ziyarət edirlər, Şəhidlər Xiyabanını ziyarət edirlər. O cümlədən bizim istər birinci, istər ikinci Qarabağ müharibəsində olan Şəhidlər Xiyabanını ziyarət edirlər. Orada onlardan halallıq alıb gedirlər yarışa. Və ona görə də onlar hamısı qalibiyyətlə qalib gəlirlər. Allah sizləri qorusun, Allah canınızı sağ eləsin. Siz də bizim fəxrimizsiniz. Hər biriniz Allah haqqı. Bəli, bizim antiterror şəhidimiz Elmin qardaşımızın qardaşı bu günlərin iştirak edir burada. Mən ona da söz verirəm. Buyur. Vakfən, buyur. Dadaşov Orxanın atası. Səxavətimizin atası. Siz də birinci Qarabağ müharibəsində həkim kimi fəaliyyət göstərmişsiniz. Allah sizə dəyməsin. Allah canınızı sağ eləsin. Yəni sizin danışmağa haqqınız var, həmişə. Yəni belə biraz çəkinirsiniz. Allah sizləri var eləsin. Siz bizim həmişə qürur yerimizsiniz. Biz sizə həmişə dəyər verib, həmişə də baş tacımız olsun deyirik. Umay xanım, sizə də təşəkkür edirəm. Allah sizə də dəyməsin. Həmişə bu 44 günlük müharibədən öncə də siz müxbir işləyən vaxtından siz hərbi hissələrə öz köməkliyinizi həmişə eləmişsiniz və bu gün də davam edir. Mən istərdim siz də bir danışasınız, həm bir tələbə kimi, həm də bir şəhid anası kimi. Təşəkkür edirəm. Biz müharibənin içində 88-ci ildən ilk şəhidlərimiz Əli ilə Bəxtiyarı biz verənlər Qarabağ uğrunda ondan başlamışıq. Ümumilikdə Azərbaycan var olsun deyə, Azərbaycan bayrağı dalğalansın deyə, Azərbaycan xalqı, cəmaatı, gəncləri, körpələri sülh altında firavan yaşasın deyə canını vətən uğrunda qoyan, canını, əzasını vətən uğrunda qoyanların hər birinin qarşısına baş əyirik. Onların xatirəsini yaşatmaq bizim hamımızın borcudur. Eləcə də Sahib Məmmədov, Allah razı olsun, ondan Rahib Məmmədovun qardaşı bu boyda bir muzey yaradılıb. Əlbəttə dövlətimiz tərəfindən, inşallah da inşasına, bərpasına köməklik olar dövlət tərəfindən. Bizim çalışdığımız da elə odur. Və Ağdamda da gözəl bir muzey tikilər yəqin ki, işğaldan azad olmuş ərazilərimiz olaraq, şəhər olaraq böyük bir muzeyimiz olar. Çörək muzeyimiz var idi onsuz da. Yəqin ki, inşallah Cənab Prezident onun bərpası ilə bağlı bir qərar verər, daha böyük. Çünki şəhidlərimiz olduğuna görə daha böyük bir muzeyin tikiləcəyinə əminəm. Və bu belə bir saxlanan eksponatların da bir hissəsi inşallah mən ümidvaram ki, şəhid ailələrindən yığıb orada aparacam. Bilirsiniz ki, kitab vardı bu Tarix Muzeyində olan, onun davamını da inşallah ora mənə tapşırırlar. Allah qoysa, nəzərimizdədir. Allah Sahib müəllimin canı sağ eləsin. Bu əməkdaşların hər birinin, burada əziyyət çəkən, gəlib bax bu eksponatların hər birinin öz canı kimi qoruyan, onların tozunu silən, bax bu əməkdaşların hər birindən Allah razı olsun. Allah var eləsin onları ki, biz də inşallah onlara köməyimizi necə edək? Gəl burada çəkiliş eləməklə, buranı xatırlatmaqla, insanların yaddaşına salmaqla, yaddaşı təkrar biliyin anasıdır deyir. Ona görə də təkrarlamaq lazımdır, bizə hamımıza lazımdır. Var olsunlar hər biri və bura eksponat gətirənlər də ürəyi sakit olsun ki, əmin əllərdədir bu eksponatlar. Qorunur öz əziyyətləri bahasına. Təşəkkür edirəm. Allah Rahib Məmmədova da rəhmət eləsin. Allah bizə rəhmət eləsin. Allah bizi onların şəfayətinə yüksəlsin inşallah. Bütün şəhidlərimizin. Sağ olun, təşəkkür edirik. Və bizim burada şəhid anası buradadır. Bizim Gövşənimizin anası buradadır. Səxavətimizin anası buradadır. Fəridimizin anası buradadır. Mirrəhimin anası buradadır. Sərvanın anası buradadır. Buyurun, söz danışmaq istəyirsinizsə, söz sizdə. Buyurun. Allah rəhmət eləsin.
Rahip müəllimə də çox sağ ol deyirik ki, belə hər-il keçirir bu ildə. Allah rəhmət eləsin bütün şəhidlər. Rahip müəllimə də Allah can sağlıq versin. Belə bizi qoruyub saxlayır. Bizim balalarımız da buradadır. İnşallah bundan da yaxşısı olar. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin. Rahip Məmmədovun ruhu da onların içində şad olsun. Şəhidlərimiz tək Azərbaycanda yox, bütün dünyada öz şirin canlarından keçib Azərbaycanımıza təmsil ediblər. Onlardan biri də Rahip Məmmədovdur. Allah ruhunu şad eləsin.